həftənin ilk günündə əmək haqlarından sizinlə birlikdə danışdıq, söhbət etdik və efirimizin əvvəlində də anonsunu vermişdim. Bugün studiyamızın qonağı millət vəkili Vüqar Bayramov bizimlədir. Vüqar müəllim, sabahınız xeyir olsun, xoş gəlmişsiniz. Vüqar müəllim, cari il iyunun 1-dən etibarən tarixlə başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyildi ki, ölkəmizdə ümumiyyətlə saatlıq minimum əmək haqqının tətbiqi ilə bağlı layihələrin icrasına başlanılacaqdır. Ümumiyyətlə, ilk olaraq hər kəsin ağlında bu sual var ki, saatlıq əmək haqqına keçid nələr vəd edir? Bu daha yaxşıdırmı, yoxsa daha pisdirmi? Əvvəla təbii ki, qanunvericiliyin bu istiqamətə təkmilləşdirilməsi və qeyd olunduğu kimi 200-ə yaxın dəyişikliyin həyata keçirilməsi nəzərdə tutulur. Çünki saatlıq əmək haqqı sisteminin tətbiq edilməsi üçün həm də əmək məcəlləsi daxil olmaqla qanunvericilikdə dəyişikliklərin edilməsinə ehtiyac var. Və bu kontekstin artıq bu istiqamətdə qeyd etdiyiniz kimi işlər gedir və güman olunur ki, növbəti ayın 1-nədək artıq bütövlükdə layihənin hazırlanması, müzakirəsi başa çata bilər. Daha sonrası təbii ki, həm qanunvericiliyin uyğunlaşdırılması, həm də təbii ki, mexanizm tədbiqi ilə bağlı işlər həyata keçiriləcək. Əvvəla, saatlıq iş rejimi ilə və ya mexanizm ilə aylıq iş mexanizmi fərqi nədən ibarətdir? Bildiyiniz kimi, əksər ölkələrdə əmək haqqının hesablanması saatlıqdır. Yəni, bütövlükdə əmək haqqı məbləği illik elan olunur ki, illik olaraq nə qədər əmək haqqı məbləği var, söhbət ödənişdən getmir təbii ki. Amma əmək haqqının hesablanması sahada əsasən həyata keçirilir. Ona görəsən Azərbaycanda tətbiq edilən praktika, praktik olaraq inkişaf etmiş ölkələrdə artıq reallaşan təcrübəyə uyğundur. Və bu zaman bir tərəfdən əmək haqqının və ya əməyin qiymətləndirməsinin saatlıq əsasda həyata keçirilməsi reallaşacaq. Bunun əslində üstünlüyü nədən ibarətdir? Birinci təbii ki, üstünlüyü ondan ibarətdir ki, vətəndaş saatlıq əmək haqqı mexanizmində bir deyil, bir neçə yerdə işləmə imkanına malik olacaqlar. Çünki bu halda artıq bir neçə iş yerində işləmək, bir neçə iş yerindən əmək haqqı almaq mümkün olacaq. Və xüsusən nəzərə alsaq ki, hazırda onlayn işin miqyası genişlənir. Bəzi vətəndaşlarımız yəni virtual, onlayn olaraq işləmək imkanlarına malikdir və nəticədə bu həm də xüsusən həm ofisdə, həm də onlayn işləmək istəyən vətəndaşlarımız üçün yeni bir imkandır. Bu da təbii ki, həmin vətəndaşlarımızın əmək haqqlarının artmasına gətirib çıxara bilər. Çünki əgər vətəndaşımız bir deyil, bir neçə yerdə işləyirsə, 8 saat ərzində, yəni gün ərzində, bu onun daha çox əmək haqqı almasına təbii ki, gətirib çıxara bilər. O baxımdan gözlənilir ki, saatlıq əmək haqqı sisteminə keçid bəzi vətəndaşlarımızın maaşlarında artımlarla müşahidə olunacaq. Buyurun, buyurun. Vüqar müəllim, biz sizlə soruşmaq istəyirəm. Bax, biz minimum əmək haqqı sistemi var, indi bizdə tətbiq olunur. Təxminən nəzərə alsaq ki, bir şəxs 400 manat minimumdan götürək əmək haqqı alır. Onu biz saatlığa böləndə bu o qədər də yüksək məbləğ deyil. Bəs bu saatlıq minimum əmək haqqı necə tənzimlənəcək və orada tarifin daha da yüksəlməsi ehtimalı varmı? Təbii saatlıq, ümumiyyətlə, saatlıq əmək haqqı keçildikdən sonra saatlıq əmək haqqı ilə bağlı minimumlar müəyyənləşəcək. Və minimumlar müəyyənləşdirən zaman bu praktik olaraq hər sahada ödənilən maaşla bağlı minimum anlayışına gəlir. Qeyd etdiyiniz kimi, hazırda aylıq minimum əmək haqqı var. Yəni, bu o demək ki, ay ərzində vətəndaşa 400 manatdan az ödəniş etmək qanunla qadağandır. Yəni, ən aşağı əmək haqqı 400 manat olmalıdır, həm dövlət sektorunda, həm özəl sektorda. Saatlıq əmək haqqı sistemində, təbii ki, saatlıq əmək haqqı ilə bağlı minimumlar müəyyənləşəcək və minimumlar həm qanunvericiliyə edilən dəyişikliklərlə reallaşacaq. Eyni zamanda minimum əmək haqqıda olduğu kimi minimum saatlıq məbləğinin müəyyənləşdirilməsi də təbii ki, sərəncamla reallaşacaq və hər il üçün minimum saatlıq əmək haqqı məbləği müəyyənləşəcək. Bu o demək ki, vətəndaş müəyyənləşdirilmiş minimum əmək haqqı məbləğindən az saatına görə əmək haqqı ala bilməz. Yəni, əgər, məsələn, minimum əmək haqqı məbləği saatlıq üçün, məsələn, nümunə olaraq, əgər 3 manatdırsa və bu deməkdir ki, vətəndaşın hər saatına 3 manatdan az əmək haqqı hesablana bilməz. Yəni, o, məsələn, gün ərzində 5 saat işləyirsə, bu halda təbii ki, onun
gün ərzində onun üçün hesablanmış əmək haqqı 15 manat olacaq. Amma bu həm də o anlama gəlmir ki, hər günün sonunda əmək haqqı ödəniləcək. Təbii, saatlıq əmək haqqının saata görə hesablanması anlamına gəlir və saata görə hesablandığı üçün bu sözsüz razılaşmaya əsasən güman olur ki, daha çox ayın sonunda, yəni ay ərzində vətəndaşımız nə qədər, neçə saat işləyəcəksə və müqavilədə hər saat üçün müəyyənləşmiş əmək haqqı məbləği nə qədərdirsə, ona uyğun olaraq da təbii ki, ödəniş həyata keçiriləcək. Yəni bu fərqli ola bilər, 10, 15, 20, 30, 40 fərqli rəqəmlər ola bilər, fərqli iş yerlərində təbii ki, və daha çox ola bilər, fərqli. Bu birbaşa əmək müqaviləsindən asılı olan rəqəm olacaq. Sadəcə minimumlar müəyyənləşəcək ki, həmin minimumdan aşağı vətəndaşın hər saatına əmək haqqı ödənilməsin. Amma bunun təbii ki, digər üstünlüyü ona ibarətdir ki, xüsusən də minimum əmək haqqının, minimum saatlıq əmək haqqının müəyyənləşdirilməsi və eyni zamanda əmək haqqının saatlara görə hesablanması. Bunun digər üstünlüyü ona ibarət ki, bu bir tərəfdən vətəndaşımızın əmək hüquqlarının qorunmasına, daha yaxından qorunmasına imkan yaradacaq. Çünki bu zaman artıq, yəni bildiyiniz kimi, xüsusən özəl sektorda bəzi məsələlərdə vətəndaşla əmək haqqı müqaviləsi bağlanmır və ya əmək haqqı müqaviləsinin məbləğlər doğru göstərilmir. Amma artıq saatlıq əmək haqqı sistemi olduğuna görə sahibkar da vətəndaşla əmək haqqı müqaviləsi bağlamaqda maraqlı olacaq. Çünki onun öhdəlikləri nisbətən az olacaq. Çünki artıq bu saatı minimum saata görə hesablanmış bir əmək haqqı müqaviləsidir. Bu bir tərəfdən qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi baxımından vacibdir. Digər tərəfdən vətəndaşımızın əmək hüquqlarının qorunması, eyni zamanda təbii ki, onun pensiya kapitalında vəsaitin daha çox toplanmasına imkan verəcək. Çünki əgər vətəndaşımız əmək müqaviləsi olmadan çalışırsa, yəni bu anlama gəlir ki, onun pensiya kapitalı formalaşmır, onun stajı hesablanmır. Amma saatlıq əmək müqaviləsində əmək müqaviləsi ilə çalışılması, sahibkarın əmək müqaviləsi bağlamaqda maraqlı olması həm də vətəndaşımızın pensiya kapitalının yığılmasına, daha çox kapitalın yığılmasına imkan verəcək. Bildiyiniz kimi, kapitaldan istifadə ilə bağlı bizim təkliflərimiz var, onun bir hissəsinin istehlaka yönəldilməsi ilə bağlı təkliflərimizi də təqdim etmişik. Ona görə bu həm də gələcəkdə həm kapitaldan istifadə imkanları olduğu halda və ya pensiya yaşı tamam olduğu halda pensiya kapitalından istifadə etməklə daha çox pensiya almaq anlamına da gələcək. Vüqar, mən ümumiyyətlə, bax, bu saatlıq əmək haqqına keçid hər kəsə mi şamil olunacaq, yoxsa ilkin variantda hələ ki, bunun bəlli bir kəsim qrupa var ki, onlara şamil olunacaq? Yəni, dövlət, özəl fərq etmir, bu hər kəsə mi şamil olunacaq? Ümumiyyətlə, əmək haqqı, əmək məzəlləsində mülkiyyət növlərinə görə fərqləndirmə yoxdur. Əmək məzəlləsində əməklə bağlı və eyni zamanda əmək hüququ ilə bağlı tərəflər dövlət və özəl sektor üçün eynidir. Yəni, dövlət sektor üçün fərqli bir tərəf, özəl sektor üçün fərqli bir tərəf anlayışı yoxdur. Eyni zamanda bildiyiniz kimi, minimum əmək haqqı da, orta aylıq minimum əmək haqqı da məhz dövlət və özəl sektor üçün eynidir. Yəni, fərqli minimum əmək haqqı anlayışından istifadə olunur və bütün dünyada belədir. Mülkiyyət növü ilə asılı olmayaraq, yəni vətəndaşın dövlət yoxsa özəl sektorda çalışmasından asılı olmayaraq, vətəndaşın əmək hüquqları, vətəndaşın əməyinin qiymətləndirilməsi ilə bağlı meyarlar, verəcə də minimumlar eynidir. Ona görə təbii ki, hələlik mexanizm hazır deyil. Ola bilər təbii ki, burada həm də pilot olaraq hansısa sektorlar nəzərdə tutula bilər. Amma ümumiyyətlə biz dünya təcrübəsinə diqqət etsək, dünya təcrübəsində minimum saatlıq əmək haqqı müəyyənləşdirilən zaman bu həm dövlət, həm də özəl sektor üçün keçərli olur. Yəni, həm dövlət sektorunda çalışanlar, həm özəl sektorda çalışanlar saatlıq minimum əmək haqqı mexanizmini istifadə edə bilirlər. Burada hər hansı bir, təbii ki, diskriminativ yanaşma mümkün deyil. Bu, hər iki sektor üçün bir mənalı şəkildə eyni prinsiplərlə tətbiq olunacaq. Sözsüz mərhələli keçid ola bilər. Bu, artıq hazırlanacaq mexanizmlə asılı olacaq. Layihə təqdim olunduqdan sonra yanaşmalar bəlli olacaq. Amma ümumiyyətlə, məqsəd ondan ibarətdir ki, bütün sektorlarda və bütün mülkiyyət növündən asılı olmayaraq dövlət və özəl sektorda çalışanlar üçün eyni standartlar, eləcə saatlıq əmək haqqı ilə bağlı eyni meyarlar tətbiq olunsun. Vüqar, mən günümüzdə deyək ki, kredit götürürsənsə, ipoteka götürürsənsə və s. bütün bunların hamısı əmək haqqı ilə tənzimlənən və əmək haqqına uyğun olaraq veriləndir. Bəs deyək ki, kredit, icarə, ipoteka kimi məsələlərdə ki, bu meyarlar saatlığa keçid olarsa nəyə əsasən hesablanacaq?
Təbii ki, burada ödəmə qabiliyyətindən, yəni aylıq ödəmə qabiliyyəti, aylıq əmək haqqı və aylıq ödəmə qabiliyyəti çox önəmlidir. Və əgər, məsələn, vətəndaşımız saatlıq iş rejimində çalışırsa və ipotek krediti üçün müraciət edirsə, onun həm saatlıq əmək haqqısı, yəni əməyinin saatlıq qiymətləndirilmesi, çünki burada fərqli qiymətlər olacaq. Bu minimum müəyyənləşəcək, amma minimumdan sonra hər hansı bir maksimum yoxdur. Yəni, iş adamı və ya fərq yoxdur, özəl sektorda və ya dövlət sektorunda dövlət qurumu məhz artıq əmək haqqı təklif etməkdə, xüsusən özəl sektorda əmək haqqını, minimum əmək haqqı məbləğini təklif etməkdə müstəqildir və özəl sektor vətəndaşın və işçidən asılı olaraq fərqli əmək haqqılar təklif edir. O baxımdan, saatlıq əmək haqqı da minimumlar nəzərdə tutulacaq. Yəni, minimumlar ona görə nəzərdə tutulacaq ki, vətəndaşımızın əməyi hər saat üçün məhz həmin məbləğdən az qiymətləndirilməsin. Yəni, vətəndaşımız saata görə minimumdan aşağı əmək haqqı almayacaq və ya saata görə əmək haqqı hesablanmayacaq. Amma banklar tərəfindən təbii ki, yəni bir tərəfdən bildiyiniz kimi banklar davranış modelinə keçir. Bununla bağlı Mərkəz Bank tərəfindən də yeni qaydalar tətbiq olundu. Əslində, davranış modeli yalnız əmək haqqı əsaslanan model deyil. Davranış modeli həm də vətəndaşımızın ödənişləri və ya sosial şəbəkədəki fəaliyyəti və digər meyarlar nəzərə almaqla vətəndaşımızın ödəmə qabiliyyətinin qiymətləndirilməsi və kreditin verilməsi anlamına gəlir. O baxımdan təbii ki, banklar tərəfindən də həm saatlıq minimum, eyni zamanda, çünki bir səbəblərdə vətəndaşımız əgər bir neçə yerdə çalışırsa, o zaman onun ödəmə qabiliyyəti daha çox olacaq və təbii ki, aylıq ödəmə qabiliyyəti nəzərə alınmaqla banklar tərəfindən qərar veriləcək. Bu, həm də banklar üçün daha rahat olacaq və gözlənir ki, həm də banklar tərəfindən ödəmə qabiliyyətinin qiymətləndirməsinə də dəstək olacaq. Çünki bu zaman artıq banklar ay ərzində vətəndaşımızın nə qədər əmək haqqı aldığını müəyyənləşdirə biləcək. Və eyni zamanda təbii ki, qeyri-rəsmi məşğulluğun da rəsmiləşməsi həm də banka müraciət edən vətəndaşımızın daha uyğun şərtlərlə kredit əldə etməsinə imkan verəcək. Saatlığa keçiddə Vüqar müəllim, ümumiyyətlə, işçilər sosial paketlərdən necə istifadə edə biləcəklərmi? Sosial yardım olsun, istirahət üçün göndərişlər olsun? Təbii ki, əmək hüququ ilə bağlı hər hansı bir dəyişikliyin olması nəzərdə tutulmur. Yəni, vətəndaşımız təbii ki, il ərzində istər məzuniyyət hüququ, yəni istirahət hüququ və eyni zamanda digər sosial proqramlarda iştirak imkanları qazanacaq. Bildiyiniz kimi, ünvanlı sosial yardım proqramında ehtiyac meyarı var və ehtiyac meyarı aylıq olaraq müəyyənləşir və ehtiyac meyarından aylıq gəliri az olan vətəndaşlarımız ünvanlı sosial yardım proqramına müraciət edə bilirlər. Oxşar təbii ki, meyarlar qalacaq. Bu zaman ehtiyac meyarı aylıq və ya hətta saatlıq ola bilər. Saatlıq ehtiyac meyarından az əmək haqqı alan və ya əməyi qiymətləndirən vətəndaşlarımız sosial proqramlara müraciət imkanını və hüququnu qoruyub saxlayacaqlar. Ona görə də sosial paketlərdən istifadə etmək və ya əgər vətəndaşımızın aylıq və ya saatlıq əmək haqqısı azdırsa, o zaman fərqin, yəni ehtiyac meyarından az olan fərqin dövlət büdcəsi hesabına ödənilməsi təbii ki, bu reallaşacaq, davam edəcək. Saatlıq əmək haqqı mexanizmin tətbiq edilməsi nə sosial paketlərə müraciət və ya aktiv sosial proqramlarda iştirak ilə bağlı hər hansı bir maneələr müəyyənləşdirmir. Əslində, bu vətəndaşlarımızın, yəni öncə də qeyd etdiyimiz kimi, həm ipotek, həm kreditlərin alınması və fərqli proqramlara müraciət imkanları artırmaqla yanaşı, həm də sosial proqramlardan daha yaxından faydalanmaq imkanları demək olacaq. Çünki bu halda yenə də çox önəmli məqamlardan biri qeyri-rəsmi məşğulun rəsmiləşmir. Çünki, məsələn, sosial proqramlara müraciət zamanı bugün vətəndaşlarımızın üzləşdiyi ən ciddi çətinliklərdən biri onların əmək haqqı müqaviləsinin olmamasıdır. Yəni, vətəndaşımız çalışır, amma əmək haqqı müqaviləsi olmadığına görə, qeyri-rəsmi məşğulluq olduğuna görə ünvanlı sosial yardıma müraciət edə bilmir, sosial yardımdan faydalana bilmir. Amma hətta saatlıq əmək haqqı müqaviləsinin olması belə vətəndaşımıza imkan verəcək ki, əmək haqqısı az olduğu halda ünvanlı sosial yardıma müraciət etsin, sosial yardım proqramlarından daha yaxından istifadə edə bilirsin. O baxımdan yeni mexanizm həm də aktiv sosial proqramlara çıxış imkanlarını artıracaq, aktiv sosial proqramlardan vətəndaşlarımızın daha yaxından istifadəsinə imkan yaradacaq.
Çox sağ olun Vüqar müəllim. Siz sağ olun. Biz ümid edək ki, saatlıq sistemə keçiş hər kəsin ürəyincə olacaq İnşallah. və hər kəsi qane edəcəkdir.